Hər vaxtınız xeyir olsun, Allahın salam olsun üzərinizə. Bugün mən sizlərə şaftalı şirəsi təqdim edirəm. Bunu evdə özüm hazırladım. Marketlərdən aldığımız, amma tərkibinin necə olduğunu bilmədiyimiz şaftalı şirəsi. Amma halbuki bunu evdə özümüz çox gözəl, rahatlıqla hazırlaya bilərik. Həm gigiyenik, həm vitaminindən əmin olduğumuz, həm də çox ləzzətli. Həqiqətən alınanlardan çox daha ləzzətli, gözəl bir şaftalı şirəsi oldu. Hazırlamağınızı məsləhət görürəm. Hal-hazırda şaftalının da mövsümüdür. Mütləq sınayın. Əminəm ki, çox bəyənəcəksiniz. Video keçməzdən öncə kanalımı izləyən hər kəsdən videonu bəyənməsini xahiş edirəm. Əməyə hörmət olaraq. Bunu mütləq etmək lazımdır. Əlbəttə ki, abunə deyilsinizsə də abunə olmağı da sizdən rica edirəm. İndi isə keçək hazırlama qaydasına. Mən şaftalı soku hazırlamaq üçün deməli 1 kiloqram şaftalı götürmüşəm. Şaftalıları yaxşı-yaxşı yumuşam tərtəmiz və şaftalını 4 yerə bölürəm. Biz əgər baxır şaftalıya çox böyükdürsə 5-6 hissələrə doğramaq olar. Mümkün qədər qeyd etmək istəyirəm ki, mümkün qədər dəymiş şaftalı götürmək olar. Yəni şaftalı nə qədər dəymiş olarsa, soğuduğu qədər ləzzətli alınır. Kal olmamalıdır. Və artıq bütün şaftalıları doğradım. İndi isə belə bir qazana əlavə edirəm. Qazana əlavə edirəm, çünki blender əgər başqa qazanlar olsa, keramikanın dibini cızar deyə ya nikkelli ya da ki alüminium qazandan istifadə etsəniz daha yaxşı olur. Və üzərinə 2 litr su əlavə edirəm. Üzərinə 2 litr su əlavə etdikdən sonra ocağın üzərinə alıram və 10 dəqiqə qaynadıram. Qaynara düşdükdən sonra 10 dəqiqə qaynadıram. Baxıram ki, artıq blenderdan əzmək olarsa, ona görə də belə baxıram ki, əzilmə dərəcəsinə baxıram ki, yəni blenderdan keçirmək olarsa götürürəm. Yaxşıdır, məncə blenderdan keçəcək. Və qaynar halda blenderdan keçirirəm. Blenderdan tam keçirmək lazımdır. Tam həll olunana qədər. Gördüyünüz kimi belə bir həll olduqdan sonra üzərinə 1 stəkan şəkər tozu əlavə edib yenidən blenderdan keçirirəm. İstəsəniz stəkan yarım və yaxud 2 stəkan zövqünüzə baxır şəkər tozu əlavə edə bilərsiniz. Sonra isə gördüyünüz kimi süzürəm ki, içində qalan qabıqları çıxsın. Əgər blender tam keçiribsə, qabıqlar qalmayıbsa, süzməyə bilərsiniz. Əgər məndə isə qabıqları qaldığı üçün süzdüm. Bu qayda ilə sokun hamısını süzdükdən sonra yenidən ocağa aldım və qaynamasını gözləyirəm. Qaynadıqdan sonra isə üzərinə çıxan kəpi, yəni köpüyü yığıram. Çalışmaq lazımdır, köpüyün hamısını yığaq. Sonra isə qaynar-qaynar. Mütləq şəkildə qaynar-qaynar, tez bir şəkildə öncədən təmizlədiyim, təmiz qaynar su ilə yuduğum bankalara əlavə edirəm. Bankaları qeyd etmək istəyirəm, yuyub qurutmuşdum, quru olmalıdır. Bir də mütləq şəkildə qaynar-qaynar etmək lazımdır ki, qışa qalsın. Bu bir neçə xırdalıqlar var ki, onlara diqqət etmək lazımdır. Qapaq mütləq şəkildə təzə qapaq olmalıdır. Mütləq şəkildə qapaq təzə olmalıdır. Belə bir biz bunu əldən doldurduğumuz üçün, əgər qaynatmadığımız üçün sonradan bankaları, ona görə də mütləq qapaq təzə olmalıdır. Cəld bir şəkildə tez-tez qaynar halda doldurub ağzını bağlamaq lazımdır. Artıq hazırdır. Hazır olan şirəmizi ağız aşağı çevirib soyana qədər gözlədirik, hazırdır. Buyurun siz də hazırlayın. Sağ olun, Allaha əmanət olun. Gələn görüşlərə dək. Hələlik.